göy əhli mələklər Şabanın haqqını tanıyır. Bu elə bir aydır ki, möminlərin ruzusu artır. Mənəvi ruzu əsasən. Onlar rahat olun. İnşallah maddi da artar. Biz danışanda o zaten axıra aparacaqsınız da mənəviyə. İnşallah maddi də doyluya artsın. Mənəvi ruzuları da möminlərin Şaban ayında artır. Şaban ayında çox salavat göndərin. Buyurur ki, Rasulukum yeşfə'u li kulli mən yusalli aleyhi fihi. Buyurur ki, Peyğəmbərimiz kim ki Ramazan ayında, Şaban ayında Peyğəmbərə salavat çox göndərir, Peyğəmbər onlara şəfaət eləyəcək. Salavat ümumiyyətlə bir üstünədir. Salavat şəxsiyyət vəsiqəmizdir bizim. Salavat yəni biz bu ailəni sevirik. Ona görə deyirlər, duadan qabaq salavat deyin, çünki Peyğəmbər və əhl-i beytini sevməyənin səsini eşitmək istəmir Allah. Bir əvvəl denən ki, mən bu ailəni sevirəm. Təvazökarlıq var da, sən etiraf edirsən ki, mən fəzilətləri sevirəm. Bu sevgini dilivə gətir, sonra dua elə ki, səni eşitsinlər. Bu sevgini etiraf eləyəndən sonra. Tövsiyəm var, kişi qardaşınız kimi Şəbaniyə münacatı var. Xahiş edirəm sizdən, onun ərəbcəsini bilənlər baxsın, ərəbcəsini oxusun və tərcüməsinə də baxsın. Hamısını oxumağa hövsələniz çatmırsa, bir hissəsini oxuyun. Bugün, qalan günlərdə oxuyun. Bir dəfə olsa oxuyun. Ərəb hərflərini hələ tanımırsınız, eyb yox, tərcüməsinə baxın. Amma onu orijinaldan oxuyub tərcüməsinə baxmaq. Baxın, görün nə dərəcədə. Mən deyərdim ki, münacatlar içində seçməli olsaq bir nömrəli münacatdır. Nə üçün? Bütün Əhl-i Beyt imamları oxuyub, hamısı. Şaban ayının münacatın bütün Əhl-i Beyt imamları hamısı oxuyub. Heç bir münacat buna çata bilmir bu baxımdan. Ariflər deyir ki, bu duanı, münacatı insan təfəkkürlə oxusa çox şeyə çatdırar. İmamlar hamısı bir şey oxuyubsa, deməli nəsə var orada. Deməli nəsə bir xəzinə var orada. İmamdır da, hamısı buna diqqət edibsə, deməli bunun içində nəsə var. Hamısı bunu oxuyub. Çox gözəl kəlmələr var. Həbli kəmaləl inqita'i iləyk. Deyir, hər şeydən qopub sənə bitişməyin ən kamilini mənə nəsib edir. Düzüb irfandır bu. Kəmaləl inqita'i iləyk. Hər şeydən qopub, inqita qopmadı, iləyk sənə tərəf. Qopub sənə bitişməyin kəmalını mənə nəsib elə. Belə bir duadır.